Heç kim məni işə götürmürdü. Özüm özümü işə götürdüm. 21 yaşımda həbs olundum. Səhv yoldaşlarım var idi. Bir hadisəyə qarışdım. 3 il içəridə qaldım. O 3 il ömrümün ən qaranlıq, ən ağır illəri idi. Gecələr tavana baxıb düşünürdüm. Çıxanda nə olacaq? Kim qəbul edəcək məni? Cavab vermək istəmirdim özümə. Amma bir şey etdim. Kitab oxudum. Hər gün. İçəridə kitabxana var idi. Kiçik, amma yetərli qədər kitabı olan kitabxana. Amma mən ora hər gün gedirdim. Hüququ oxudum, psixologiyanı oxudum, iqtisadiyyat oxudum. Çünki başqa bir çarəm yox idi. Başqa bir şeyim yox idi. Zamanım var idi. Onu boşa keçirmək istəmirdim. Sərfəli istifadə etdim. Çıxanda başqa adam idim. Amma dünya bunu bilmirdi. 14 müsahibəyə getdim. 14'ü də rədd etdi. Keçmişim var dedilər. Bəziləri üzümə belə baxmadı. Qapıdan çıxanda küçədə dayanıb göyə baxırdım. İçimdə nə hirs var idi, nə göz yaşı. Sadəcə bir sual. Bəs indi nə olacaq? Cavabı özüm verdim. Əgər heç kim məni qəbul etmirsə, özüm özümə iş açacağam. Qonşuların evlərindəki kiçik sınıqları düzəltdim. Pulsuz, heç kimdən pul almırdım. Çünki adım yox idi, etimadım yox idi. 3 ay pulsuz işlədim. Sonra qonşular başqalarına dedilər. Kiçik işlər gəldi, kiçik pul gəldi. O pulu yığıb alət aldım. Daha böyük işlər gəldi. 1 il sonra yanıma bir köməkçi götürdüm. 2 il sonra 3 nəfər idik. 3 il sonra şirkət qeydiyyatı etdim. İndi 34 yaşım var. 11 nəfər işçim var və vergi ödəyirəm. İş yeri açıram. O 14 qapı üzümə bağlananda düşünmürdüm ki, bir gün öz qapım olacaq. Və oldu da. Bəs siz həyatda ən çox hansı qapı üzünüzə bağlandı? Və o anda nə hiss etdiniz? Tərk etmək istədiniz, yoxsa daha çox mübarizə aparmaq istədiniz? Aşağıda şərhə yazın. Bəlkə sizin hekayəniz də başqa birinin işığı olsun.